Deməli dostlar, heç kimə özünüzdən aşağı baxmayın. Allah özünüzdən aşağı gördüyünüz şeylə o adamı qarşınıza böyüdərək çıxarar. İnsanların sahibi Allahdır. Diqqətli olaq. Bununla bağlı Quranda ayələr də var. Hucurat surəsi 11-ci ayə. Ey iman edənlər, heç vaxt bir dəstə digər bir dəstəni lağa qoymasın. Həmin dəstə onlardan yaxşı ola bilər. Sonra İsra surəsi 70-ci ayədə. Həqiqətən biz Adəm övladlarına kəramət və şərafət bəxş etdik. Sonra Loğman surəsi 18-ci ayədə. 18-ci ayə. Cəmaatdan təkəbbürlə üz çevirmə və yer üzündə lovğa-lovğa yerimə ki, Allah heç bir özündən razını və lovğalanıb fəxr edəni sevməz. Ali İmran surəsi 26-cı ayə. De, ey hər bir mülkün həqiqi sahibi, istədiyin kəsə hökmdarlıq verir və istədiyin kəsdən hökmdarlığı alırsan. İstədiyinə izzət verir və istədiyini xar edirsən. Ənam surəsi 53-cü ayə. Biz onların bəzilərini digər bəziləri ilə bu cür imtihan etdik ki, nəhayət Allahın bizim aramızda boyunlarına haqq qoyduğu şəxslər bunlardır desinlər. Məgər Allah şükr edənləri daha yaxşı tanımır?